Sübut istiyorlar. Bəli, sübut, hər şeyə dəlil. Eşitdim. Ya Allah. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Allahümme veffigna bittefahhum ve tefhim. El-qismul xamis. Təvabeydən, tabeylərdən 5-ci qisim ətful bəyan, ətfi bəyandır. Və huvə tabiun qeyru sifətin yuzihu mətbu'əhu. Ətfi bəyan bir dənə tabidir ki, amma sifət deyil. Qeyru sifətin, yəni sifət deyil. İndi burada qeyru sifətin sözün gətirməkdən məqsədi nədir? Sifət deyil deməkdən məqsədi nədir? Ətfi bəyan, məsələn, bir çox alimlər, nəhv alimləri ixtilaf eləyiblər bu ətfi bəyandan bədəlin üstündə. Bəziləri deyirlər ki, ətfi bəyan elə bədəl, heç bir fərqi yoxdur. Bəziləri belə deyirlər. İndi onların özlərinin sübutları var. 8 dənə fərqi var. O 8 fərqin 8-inə də bir söz deyiblər. İndi inşallah Allahın izni ilə gələcəkdə Muğnidə zətdə keçəcəyik bunu. Ona görə onları deyib başı ağrıtmayacağım. Sadəcə qısa bir dənə məlumat verəcəm. Ətfi bəyanla bədəli yalnız kəlmədən qərinə üzü ilə seçmək olur bir-birindən. Qalan hər bir şeydə demək olar ki, ətfi bəyanla bədəli həmişə səhv salırlar. Aydındır. Qeyru sifətin deməkdən də məqsədi budur. Yəni, ətfi bəyan elə bir isimdir ki, öz mətbusunu tozih eləyər, amma sifət deyil. Sifət deyil deməkdən məqsədi nədir? Sifət müştəqqidir. Yəni, nədənsə tutular. Amma ətfi bəyan camiddir. Yəni, heç bir şeydən tutulmaz. Elə öz-özlüyündə, yəni bir dənə kəlmədir. Başa düşdün? Bu qədər, yəni bunu yadında saxla. Yəni, əsas səndən soruşsalar ki, ətfi bəyanla bədəlin fərqi nədir? Deyəcəksən ki, bədəl sifət kimi deyil. Yəni, ətfi bəyan sifət kimi deyil. Yəni, müştəq deyil. Heç bir şeydən tutulmayıb. Camiddir. Minəl cavamid. Camidlərdəndir. Camidlər sırasında olduğuna görə ətfi bəyanla bədəlin böyük bir dənə fərqi var. Bu bir fərqdir. Əsas fərqlərini deyirəm sənə. İkinci fərqi nədir? İkinci fərq budur ki, bədəldə mətbu saqit olur kəlamdan, hökm nisbət verilir tabeyə. Düzdür? Amma ətfi bəyanda mətbu kəlamdan saqit olunmur. Hər ikisinə aiddir hökm. Həm birinciyə, həm ikinciyə, həm mətbuya, həm tabiyə. Aydındır? Məsələn, mən deyirəm ki, Câəni Zeydun əxukə. Əxukə burada bədəldir də Zeydundan. Düzdür? Mənim məqsədim Zeydi demək deyil ki, sənin qardaşı deməkdir. Sadəcə Zeydi gətirdim ki, sən biləsən hansı qardaşından söhbət gedir. Düzdür? Yəni, Zeyd kəlamda suqutdur. Nisbət verilib hökm niyə? Bədələ. Amma ətfi bəyanda isə, ətfi bəyanda tam əksinə, hər ikisi tabi də, mətbu da hər ikisi nəzərdə tutulub. Sadəcə ətfi bəyan, yəni tabi, öz mətbusunu biraz daha izah eləyir. Yusuf, burada harada bilinəcək ki, bu? Qərinədən. Kəlamda qərinədən. Məsələn, bir dənə misal gətirim sənə, qəşəng aydın olsun. Məsələn, deyirsən ki, Əbu Turab. Əbu Turab Həzrəti Əli əleyhissalamın ləqəblərindən biridir. Əbu Turab. İndi bu adla, bu ləqəblə bu adam tanınıb. Əbu Turab adıyla bu adam tanınıb. İndi istəyirsən ki, biraz onu daha tozih verəsən. Nə cür tozih verəsən? Verirsən, məsələn, Əbu Turab adıyla çox tanınmayıb. İstəyirsən onu biraz daha tozih verəsən ki, bilərlər ki, Əbu Turabdan məqsəd kimi deyirsən. Əbu Turab deyirsən, Əliyin. Bu Əli ətfi bəyandır Əbu Turab üçün. Başa düşdün?
Məsələn, Əbu Əbdillah. Əbu Əbdillah neçə dənə əyimmənin adı, ləqəbi var Əbu Əbdillah? İmam Sadiq əleyhissalama deyilir, İmam Hüseyin əleyhissalama deyilir. Bir çox əyimmənin bir çoxuna Əbu Əbdillah deyirlər də, Əbu Əbdillah əleyhissalam deyirlər. Düzdür? Amma sən hardan biləsən ki, bu Əbu Əbdullah əleyhissalamla İmam Hüseyin nəzərdə tutulur? Ya İmam Sadiq əleyhissalam nəzərdə tutulub? Ya İmam Muhammed Baqir əleyhissalam hansı nəzərdə tutulub? Gərək dalıca, məsələn, Əbu Əbdillah, məsələn, Əs-Sadiq, məsələn, deyəndə bilərsən ki, İmam Sadiq əleyhissalam, İmam Hüseyin, məsələn, bu əgər dalıca ad gətirilirsə, bu dalıca gələn ad, Əbu Əbdillahın dalıca gələn ad ətfi bəyandır. Yəni, hər ikisi nəzərdədir. Əbu Əbdillah da nəzərdədir, ad da nəzərdədir. Sadəcə ad bunu tozih verdi. Başa düşdün? Yəni, bax, bədəldə də bu cürədir, ha. Amma bədəldə mətbu, saqit olma hökmündədir. Amma ətvi bəyanda mətbu saqit olunmur. Aydındır? Yəni, ən əsas fərqi budur. Bunun, məsələn, bir çox nəhv alimləri ixtilaf eləyiblər. İnşallah onu Muğnidə keçəcəksən. Bir çox nəhv alimləri gəliblər, ixtilaf eləyiblər. Deyirlər ki, xeyr, bilirsiniz nətərdir? Elə ətv bəyan, sər-i suzən belə fərq yoxdur bədəllə. Yəni, bir iynənin ucu qədər fərqi yoxdur. Bir dənə fərq varsa, camid və müştəqlikdədir. Qalan heç bir fərqi yoxdur. Məsələn, bədəl müştəq ola bilər, sifət müştəq olar, nə bilim, nə olar? Amma ətv bəyan cavamiddəndir. Aydındır? Bunu deyiblər. Qalan deyirlər ki, heç bir fərqi yoxdur. Biz sadəcə qərinə ilə bilərik ki, burada ətv bəyandır, yoxsa bədəldir. Yəni, belə deyiblər. Amma biz deyirik ki, yox, fərqlər var. Fərqlər çoxdur. 8 dənə fərqi var. İnşallah Muğnidə keçəcəyik, Suyutidə keçəcəyik. Amma burada onun fərqini deməyib. Heç bir fərqini deməyib. Bədəllə fərqini deməyib. Ona görə də mən bunu qısa məlumat verdim ki, sabahları ətv bəyanla bədəl rastoya gələndə girinc qalmayasan ki, bu ətv bəyandır, yoxsa bədəldir. Yəni, bir-birindən ayıd eləyə bilərsən. Əl-qismul xamis, 5-ci qisim ətful bəyan. Ətvi bəyandır. Və huvə tabiun qeyru sifətin. Və o bir dənə tabidir ki, amma sifət deyil. Aydındır, yəni müştəq deyildir camidlərinin. Yuzihu mətbu'əhu, öz mətbusunu tozih eləyər, izah eləyər. Yəni, açıqlama verər öz mətbusu barəsində. Və huvə əşhəru isməyni, elə bir ki, isməyni idi, izafiyə görə nunu təsniyə düşüb, ismək. Və huvə əşhəru isməy şeyin və o 2 dənə məşhur isimdir. Bir şeyin 2 dənə məşhur ismidir. Nəhvu, qamə Əbu Həfsin Ömərin. Hə? Əbu Həfs, məsələn, bir nəfərin ləqəbidir. Amma çox adam onu, Əbu Həfs çoxdur. Bir çox adama Əbu Həfs deyirlər və yaxud da onu heç Əbu Həfs kimi tanımayıblar. Əbu Həfs deyirsən, deyirlər ki, Əbu Həfs kimdir? Deyirsən, Ömərin. O Əbu Həfs ki, Ömərdir. Aydındır. Ömər, bəli. Ömər burada ətfi bəyandır. Nəyi bəyan edir? Əbu Həfsi bəyan edir. Tabiilərdəndir. Əbu Həfsin erabı nədirsə, Ömərin də erabı həmin şey olacaq. Aydındır. Və qamə Əbu Əbdillah Ömərin. Hə? Ömərun. Və qamə Əbu Əbdillah Ömərun. Əbu Əbdillah çoxdur. Hə? Bu Əbu Əbdillah. Hansı Əbu Əbdillah? O Əbu Əbdillah ki, o Ömərdir. Yəni, Ömərin bir ləqəbi də Əbu Əbdillah imiş. Hə? Amma bu Əbu Əbdillah çox işlənməyib. Məşhur deyil. Amma bu Ömər ki, məşhurdur, yəni bu gəlir, açıqlama verir Əbu Əbdillah. Yəni, o Əbu Əbdillahdan söhbət edirik ki, o Ömərdir. Aydındır. Və qəd yəltəbisu bilbədəl ləfzən və qahən iştibah düşər, səhv düşər. Yəltəbis, yəni ki, səhv düşər. Bədəllə ətvi bəyanın arasında. Aydındır. Və qəd yəltəbisu bilbədəl ləfzən və qahən ləfzidə bədəllə ətvi bəyanın arasında iştibah düşər. Çaşbaş qalarsan, bu bədəldir, yoxsa ətvi bəyandır. Məsələn, qovlu şair, şairin qovlu kimi. Ənəbnu tarikil bəkriyyi bişrin əleyhi təyrə tərqubuhu vuquen. İşimiz bunda yox. Əsas məhəlli şahid. Məhəlli şahid İbn-i Tarikil Bikri'ydi. Hə? Tarikil Bikri. Tarikil Bikri mətbudur. Bişrin isə ətvi bəyandır. Hə?
İndi bu ləfsən biz bilə bilməyəcəyik ki, bişrin burada ətf-i bəyandır, yoxsa bədəldir. Hə? Ləfsən, sonra bilinir ki, bişirin. Bişrin, yəni hardan bildik ki, bu bədəldir, yoxsa bişrin? Ətf-i bəyandır, ət-tarikil bikri üçün, yoxsa bədəldir. Ətfi bəyan. Hardan bildin ətf-i bəyandır? Şimdi bişirin açıqlayırdı onu. Bədəldə də açıqlama var da. Bədəldə də Caəni Zeydun əxukə. Əxukə açıqlayır da Zeydunu. Zeydun hansı Zeydun qəsd eləyirəm. Orada tabi. İndi fərqi necə tutacaq? Ətf-i bəyanda, bədəldə əgər biz Zeyd sözünü aşağı salsuq, açsuq, süqut eləsük. Kəlam heç bir şey dəyişmir. Əxukəni Zeydin yerinə qoya bilərik. Hə? Yəni bizə məlum olacaq, qəsd məlum olacaq. Yəni mətbunun suqutu kəlməni dəyişməz. Amma o bədəldə. Amma ətf-i bəyanda biz mətbunu saqit eləyə bilmərik ki. Tarikül bikrini saqit eləsək, bişirin nə çox bişir. Bilməyəcək bişirdən məqsəd kimdir. Amma ən azından Zeydi saqit eləsək, biləcək elə sən qardaşından söhbət gedir. Hə? Amma ət-tarikül bikrini saqit eləsək, bişir nə çox bişir. Mesela bu yolla bilmək olar da onda. Bəs o da onu deyir də, bəs müəllif də onu deyir ki, bəs əsas bədəllə ətf-i bəyanı bir-birindən ayırt etməyin yolu budur ki, mətbu bədəldə saqit olarsa, bədəl onun yerində əyləşə bilər. Amma ətf-i bəyanda mətbu saqit olmaqla ətf-i bəyan gəlib mətbusunun yerində əyləşə bilməz. Onu nəyə tozif verir də o? Nəyə tozif? Heç bir şey. Yəni bişir nə çox bişir? Hansı bişirdən söhbət gedir? Yenə onun özündə izaha ehtiyacı var. Aydındır? Yəni ona görə burada bişiri biz bədəl tuta bilmərik. Deyəcək ətf-i bəyandır. Əgər ət-tarikul bikri üçün bədəl olsaydı, bu ət-tarikul bikrinin yerində otura bilərdi. Yəni nə isə izah eləyəcək. Ənə ibn tarikil bikriyi bəşri. Mən İbn tarikil bikriyi bəşriyəm. Hə? Hə, indi məsələn desə ki, ənə bişirin, mən bişirəm. Hansı bişir? Hansı bişir? Yəni artıq burada təvəhhüm qalır. Ət-tarikil bikrini gətirməklə və bişiri onun arxasıca onu izah verən gətirməklə bilinir ki, burada bədəl deyil, ətf-i bəyandır. Yəni əgər ət-tarikil bikrini aşağı salsın, bu bişir, hansı bişirsən sən, yəni o bişirdən artıq izah yoxdur. Yəni artıq bir dənə bədəl istəyir və yaxud da məsələn bir dənə təzədən özü üçün ətf-i bəyan istəyir və yaxud da bir dənə sifət istəyir. Aydındır? Bəli. Əl-babus sani, ikinci bab. İkinci bab fil ismil məbni, məbni isimlərdədir. Hə? Bəli. Artıq keçdik ismi məbniyə. Təvabini qutardıq Allahın izni. Keçdik ismi məbni. Fil ismil məbni, ikinci bab ismi məbnidir və huvə ma vəqəə qeyru mürəkkəbin məə qeyrihi. Dir və o, yəni ismi məbni, o isimdir ki, o şeydir ki, vaqi olar qeyru mürəkkəbin məə qeyrihi. Başqası ilə tərkib tapmasın. Məsələn, bir dənə misal gətirəcəm sənə. Əlif, bey, T, sey. Nə qədər ki, bu hərflər digər hərflə tərkib tapmayıb və yaxud da digər bir şeylə tərkib tapmayıb, forması dəyişər, haləti dəyişər? Xeyr, haləti dəyişməz. Əlif, əlifdir, ba, badır, ta, tadır, sa, sadır, ta, axər. Hə? Və yaxud da Zeyd. Zeydin eyrabı nədir? Deyə bilərsən Zeydin eyrabı nədir? Zeydin nə qədər ki, əvvəlinə amil gəlməyib, heç bir amil gəlməyib, bil feil nədir? Məbnidir. Bil feil məbnidir. Bil feil, bil qüvvə deyəcək orada. O bil feillə bil qüvvəni açıqlama verim sənə. Məsələn, bil feil, yəni əl-an, indi. Bil qüvvə, yəni gələcəkdə. Məsələn, mən deyirəm ki, sən bil feil tələbəsən. Hə? Bil feil, sən tələbəsən. Amma bil qüvvə ayətullah. Bil qüvvə ayətullah. Yəni sən indi tələbəsən. Oxuyacaqsan inşallah, olacaqsan ayətullah.
Bilfeil indiki zamana dəlalət edir, əl-ana. Yəni bu dəqiqə, hal-hazırda. Amma bil-quvvə, yəni fərziyyə nəzərində tutduğun gələcək. Aydındır? Məsələn, Zeyd ki, Zeyd kəlməsi nə qədər ki, digər kəlmələrlə və yaxud da məsələn, digər bir şeylə tərkib tapmayıb və yaxud da onun əvvəlinə heç bir amil gəlməyib, məbnidir. Məbni bər sukundur. Zeyd, məbni bər cəzb. Hə? Məbni bər sukun. Və yaxud da məsələn, əhəd, isnan, əhədə əşər. Nə qədər ki, bir şeylə bunlar məbniyyatdır. Aydındır? İsmi məbnilərdir. İndi onu demək istəyir. Deyir, Əl-Babus Sani, ikinci bab, fil ismil məbni, ismi məbnidə və huvə və həmin o ismi məbni ma, o şeydir ki, vəqəə qeyru mürəkkəbin mə qeyrihi, başqa bir şeylə tərkib tapmasın. Aydındır? Nəhvu, mislu əlif, ba, ta, sa, ila axər. Əlif, ba, ta, sa, axır 28 hərfin hamısı. Və məsəlu əhəd və isnan və səlasə, əhəd yazıb səndə də, vahid yazsaydı daha yaxşı olardı. Əhəd, isnan, səlasə, məsələn, əhəd kimi, isnan kimi, səlasə kimi. Yəni, bunlar da məbniyyatdandır. Məsələn, kələfsi zeyd vəhdəhu. Zeyd ləfsi kimi təklikdə. Təklikdə zeyd ləfsi kimi. Zeyd, yəni nə qədər ki, başqa bir şeylə tərkib tapmayıb və yaxud da əvvəlinə heç bir amil gəlməyib. Təklikdə zeyd ləfsi. Kələfsi zeyd vəhdə fə innəhu məbniyyun bilfil ələ sukun. Zeyd məbnidir bilfil ələ sukun, sukuna məbnidir. Yəni bilfil indi nə qədər ki tərkib tapmayıb zeyd. Məbni bər sukundur. Amma arxasına bax və morəbun bil quvvə və mörəbdir bil quvvə. Yəni ola bilsin ki, gələcəkdə hansısa bir amillə tərkibdə, məsələn, əvvəlinə bir dənə innə gəlsin. Olacaq innə zeydən. Hə? İnnə zeydən qaimun. Hə? Amilə görə. Amilə görə erab götürdü özünə. Düzdür? Nə qədər ki, heç bir şeylə tərkib tapmayıb təkdir, bil feil nədir? Məbnidir. Amma bil quvvə mö'rəbdir. Bütün, yəni isimlər bil feil, yəni vəhdə, təklikdə nədir? Məbnidir. Amma bil quvvə nədir? Mö'rəbdir. Nə vaxt ki, o tərkib taparsan. Aydındır? Bu ismi məbninin bir hissəsi. Və ma yuşabəhu. Və ma yuşabəhu məbniyyəl əsl. Bax, bu və manı elə bir ki, ətf eləyəcəksən hara? Əvvəldə oxuduğa fil ismil məbni və huvə ma. Hə? Və huvə ma. Və qəə qeyrə mürəkkəbin mə qeyri. Hə? Oxuduqda belə. Elə bir indi belə oxuyursan. Və fil ismil məbni və huvə ma. İsmi məbni o şeydir ki, yuşabəhu məbniyyəl əsl. Məbniyyə əslə oxşar olsun. Məbniyyə əslə oxşar olsun. Məbniyyə əsl nədir? Bax, bi ən yəkunə ilə izah verir məbniyyə əslin nə olduğunu. Aydındır? Bi ən yəkunə fiddəlaləti əla mə'nahu muhtacən ila qərinətin kə əsmail işarə. Bir mənaya dəlalət etməkdə ehtiyacı olsun bir qərinəyə, ismi işarə kimi. Məsələn, min bir dənə hərfidir. Düzdür? Hərfi cərridir də, min. Bir nəfər gəlsin, diyansın, qapının ağzında başlasın deməyə min. Nə mənası var? Heç bir şey. Amma desə min əl-bəsrə, nə başa düşəcəksən? İbtidaiyyət. Hə? Min əl-bəsrə desə, ibtidaiyət. Qərinə gəldi, mənasını bildirdi. Düzdür? Desə min əl-ovsan, biləcəksən ki, min əl-ovsan, burada min bəyaniyyədir. Ovsan, yəni o şeylər ki, bütlərdəndir. Hə? Burada bəyan mənası verdi. Yəni, bir şey ki, onun mənasının olmasına bir dənə qərinəyə ehtiyacı var. Məbniyyə əsl budur. Min məbniyyə əsldir. Çünki öz-özlüyündə heç bir mənası yoxdur. Mənaya malik olmaqdan ötəri ehtiyacı var bir dənə qərinəyə. Buna deyirlər məbniyyə əsl. Heç bir zaman formasını dəyişməz. Mini misal üçün götürdünüzdə başqa bir şey də ola bilər. Bəli, haulai. Haulai onlar. Onlar. Məsələn, elə bilginən ki,
mən oturmuşam bir yerdə, məsələn, mənim qarşımda əyləşib onlarca dəstələr. Məsələn, deyək ki, 10 nəfər burada əyləşib, 10 nəfər bu biri tərəfdə əyləşib, 10 nəfər o biri tərəfdə əyləşib, 10 nəfər də o biri tərəfdə əyləşib. Mən heç bir işarə etmədən, əlimlə, ayağımla, gözümlə və yaxud da başımla heç bir işarə demədən deyirəm ki, onlar yaxşı adamlar deyirlər. Kimi nəzərdə tutum mən? Burada dəstə-dəstə oturublar. Onlar deyəndə kimi nəzərdə tutum? Sənin üçün mübhəmdir. Əgər mən başımla işarə eləsəm ki, onları deyirəm. Və yaxud da məsələn, onlar ki, qırmızı paltar geyiblər, onları deyirəm. Sən mən işarə verəndən, işarəmə qərinə gətirəndən sonra o onların mənasını bilərsən ki, onlardan mən kimi qəsd edirəm. Bu əsma işarələr. Əsma işarələr ki, bu məbniyül əsildir. Bunlar heç bir zaman dəyişməzlər. Aydındır. Deyir ki, və ismi məbni o şeydir ki, yuşabəhu məbniyyəl əsl, məbniyə əslə oxşar olsun. Məbniyə əsl nədir? Bi ən yəkunə fid dəlaləti əla mənahu, o öz mənasına dəlalət etməkdə muhtacən ila qərinətin. Bir dənə qərinəyə ehtiyacı var. Muhtacdır bir dənə qərinəyə. Kə əsmail işarə. Əsma ismi işarələr kimi. Nəhvu mən. Mən. Mənim mənası nədir? Mən istifamiyyətdə kim? Kim mən deyəndə, yəni kim deyəndə, yəni bir işarə verməliyəm də, yəni bu kimdir? Mən əntə, sən kimsən? Hə? Mən əntə. Deməliyəm, əntə deməliyəm ki, mən bilim ki, mən bu istifamı deyəndə kimi nəzərdə tuturam? Hə? Kimin barəsində sual eləyirəm? Yəni bu öz-özlüyündə heç bir məna daşımır. Bu məna əldə etmək üçün bir dənə qərinəyə ehtiyacı var. Aydındır? O onu deyir. Bu yuşabəh məbniyyəl əsl bulardır. Yəni məbniyə əslə oxşar, bu yəni heç bir zaman dəyişmən. Və yaxud da haulai. Mən və haulai. Aydındır? Haulai yəni onlar. İsmi işarədir də onlardan məqsəd kimi nəzərdə tutursan. Yəni gərək sən bir dənə qərinə gələ onların böyründə ki, sənin qəsdun açıqlana ki, onlardan qəsd kimdir? Aydındır? Bu qərinə gətirəndə qəsdi bildəndə məbnilikdən çıxıraq. Yox, məbnilikdən çıxmır. Məbni, yəni məbniyül əsl, bu əslən məbnidir. Bunların eyrab götürməz ki bu. Haulai, haulaidir. Aydındır? Bu sadəcə məbniyül əslin mənasını sənə açıqlamaq üçün gətirir o şeyləri ki, məbniyül əsl deyəndə nəyi nəzərdə tutursan? Yəni onlar, o məbniyül əsl deyəndə o şeyləri mən nəzərdə tuturam ki, ustad, onların mənasının olması üçün bir dənə qərinəyə ehtiyacı var. Hə. Yəni bu məbniyül əsillər, əslən eyrabları dəyişməz, bu məbnidir. Tamam. Hə, məbni əsl deyəndə nəyi nəzərdə tutursan? Deyəcəksən ism işarə, əsma işarə, nə bilim istifham, nə bilim hərflər, bunlar məbni əsildir. Hamısı məbni əsildir. Bunların heç biri öz-özlüyündə mənaya dəlalət eləməzlər. Məna əldə etmək üçün bir dənə qərinəyə ehtiyacı var. Aydındır? Hə. Au yəkunə. Bax, bu ismi məbnidən ikisini düdük. Ya, məsələn, mürəkkəb olmasın başqa bir şeylə təklikdə məbnidir. Ya, məbniyə əsl olsun, hə? Ya da ki, yəkunə əla əqəllin minəs səlasəti əhrufin. Ya da 3 hərfdən az olsun, əv təzəmmənə mə'nəl huruf. Ya da ki, zimninə hərf mənası alsın. Ya, məsələn, 3 hərfdən az olsun, yəni 2 hərfli olsun. Ya da hərf mənasını zimninə alsın. Və zalikə. Və buna misal. Nəhvu haza. Haza. 2-3 hərfdən azdır. Haza. İsm işarədir də. Bu dəyişməz. Hə? Və yaxud da məsələn, əhədə əşərə ila tisətə əşərə. 11-dən ta 19-a qədər. Əhədə əşərə, tisətə əşərə. Heç bir amil yəni bunu dəyişməz. Olduğu kimi də qalacaq. Bu zimninə aldı nəyi? Hərf mənasını. Hə? Yəni, bax, biz dedik ki, izafə neçə cürə idi? Yadındadır, əvamildə keçmişdi. Neçə cür izafəmiz var idi? Mən əlavə demişdim onu sənə. İzafə 6 cür izafəmiz var idi.
izafi məzci, izafi tərkibi mürəkkəb, izafi zimni, izafi zimni. Bax, bu əhədə əşərə və tisətə əşərə hərf mənasını öz zimninə alır. Aydındır? Ya bu cürə olsun. Və mislu hazəl qisim, məsəlu hazəl qisim la yəsiru mu'rəbən əsla. Bu cür qisimlər heç bir zaman möhrəb olmazlar. Hansı qisimlər? O qisimlər ki, 3 hərfdən az olsun, məbniyə əslə oxşar olsun və yaxud da zimninə, hərf mənasına alsın, bunlar heç bir zaman möhrəb olmazlar, əslən. Aydındır? Usta zimində hərf alsın. Əhədə əşərə. Əhədə əşərə. 11. Hərf kimi bir şeydir. Başa düşdün nədir? Və hükmuhu və onun hökmü ən la yəxtəlifə axirəhu bi ixtilafil əvamil. Deyir, onun hökmü budur ki, müxtəlif olmaz, yəni dəyişməz onun axırı amillərin dəyişməsi ilə. Yəni, amil nə qədər dəyişir, dəyişsin, onun axırı dəyişməyəcək. Aydındır? Harada itirdim ki, və hərəkatuhu tusamma və onun hərəkələri adlanacaq. Zəmmən və fəthən və kəsrən və sukunuhu vəqfən. Deyir, onun hərəkəsi adlanacaq zəmmə, fəthə, kəsrə və sakini də adlanacaq vəqf. İndi bax, mən sənə bir dənə söz deyim. Zeydun nədir? Zeydun, düsün nədir? Erabı nədir? Zeydun, rəf. Rəf, əhsən. Rəf deyirik mərfudur. Düzdür? Amma məbnidə demərik rəf idi. Deyərik məbnidə deyirik ki, məbni bər zəmmə. Aydındır? Məsələn, rəculənin erabı nədir? Mənsub. Mənsub, əhsən. Amma əgər məbni nəsbli gələrsə, ona biz mənsub demərik. Deyərik məbni bər fəth. Məsələn, zərəbə. Fe'l mazidir. Düzdür? Fe'llərin içərisində məbni nədir? Bir dənə fe'l mazi. Hə? Məbni yul əsildir. Hə? Yaxşı, zərəbənin axırı dəyişər, nə vaxtsa xeyr dəyişməz. Deyirik ki, məbni bər fəthdir. Düzdür? Məbni bər fəthdir. Demirik ki, zərəbə mənsubdur. Mənsub yəni o deməkdir ki, hər hansısa amilin vasitəsi ilə nəsb götürər. Amma deyəndə ki, məbni bər fəthdir, yəni bu əsalətən budur. Bunun erabı fəthədir. Məsələn, deyirik ki, bizeydin erabı nədir? Məcrurdur da. Hə? Amma əgər bir dənə ismi məbninin erabı kəsrə ilə olarsa, biz ona demərik məcrur. Biz ona deyirik məbni bər kəsrə. Aydın? Məsələn, hər hansısa bir isimdə, axırı, möhrəb isimdə, axırı sakinlə qutararsa, deyirik ki, cəzmləndi. Hə? Cəzmləndi. Məsələn, deyirik ki, yaxtəlifu fe'l muzaridir də, mazi sulasi mücərrəd, hə? Qaybi müzəkkər. Yaxtəlifu fe'l muzaridir. İndi əvvəlinə bir dənə ləm gətir. Ləm yaxtəlif. Hə? Ləmin vasitəsilə axırı cəzmləndi. Möhrəbdir də, ləm gəldi, axırını dəyişdi. Cəzmləndi. Düzdür? Amma o isim ki, axırı məbnidir, axırı cəzmlə gələr, ona biz demərik cəzm. Deyərik ki, vəqfidir. Sukunuhu vəqfən. Onun sakini vəqf adlanır. Məbni isimlərin sakini nə adlanacaq? Vəqf adlanacaq. Cəzm, yəni möhrəb isimdə deyərsən. Mənsub möhrəb isimdə deyərsən. Məcrur möhrəb isimdə deyərsən. Mərfu möhrəb isimdə deyərsən. Amma məbni isimdə deyərsən zəmmə, fəthə, kəsrə, məbni bər zəmm, məbni bər fəth, məbni bər kəsr. Sakinlə də deyərsən ki, vəqf. Aydındır? Vəqf olunur. Deyir ki, və hükmuhu və məbni ismin hökmü, hu qaydır məbni ismə. Məbni ismin hökmü ən la yəxtəlifə axirəhu bi ixtilafil əvamil. Budur ki, onun axırı dəyişməsin, amillərin dəyişməsi ilə. Yəni, amil dəyişsə də onun axırı dəyişməyəcək. Və hərəkatuhu və məbni ismin hərəkələri, hərəkatuhunun husu qaydır məbni ismə.
hərəkatuhu, yəni məbni ismin hərəkəsi tusamma adlanar zəmmən və fəthən və kəsrən və sukunehu vəqfən və onun sükunu da vəqf adlanar. Aydındır? Və huvə əla səmaniyyəti ənvain və məbni isimlər 8 dənə növə bölünür. 8 növdən ibarətdir məbni isimlər. Bax, indi burada Kərəmi ağlamaq tutacaq. Bu 8 dənə növ məbni ismi biz keçməliyik inşallah. Bunların da hamısı da yadında qalmalıdır. Birincisi, hə? Düz muğunda keçilir 8-dən. Nə, yox, o bədəllə şeyin bədəllə fərqini deyil. Bu məbni isimlə söhbət gedir. Və huvə əla səmaniyyəti ənvain. Və bu da nədir? 8 dənə növdən ibarətdir. Əl-muzmərat 1, əsmaül işarət 2, mövsulat 3, əsmaül əf'al 4, əl-əsvat 5, əl-mürəkkəbat 6, əl-kinayət 7, bəzi züruf, bu da nədir? 8. Aydındır? Demək, 8 dənə məbni isim var ki, məbni ismin 8 növü var ki, inşallah növ və növ onları keçəcək. Ən-növül əvvəl. Birinci növ əl-muzmərat. Zəmirlərdir. Muzmərat yəni zəmirlər. Birinci növ zəmirlərdir. Və hiyə ismun. İsmu ma. Və muzmərat o isimdir ki, vudiə isim sözün gətirməsidir daha yaxşı olardı. Və hiyə ma desəydi və o şeydir ki, yəni muzmərat o şeydir ki, və hər hal, indi bu da qəsdində tutub zəmir-i munfəsil yəqin ki. Və hiyə ismu ma. Muzmərat o isimdir ki, vudiə vəz olunar, yəni tərtib olunar. Liyudillə əla mütəkəllimin əv müxatəbin əv qayibin. Tain ki, dəlalət eləsin mütəkəllimə, ya müxatəbə, ya da qayibə. Aydındır? Zəmir odur. O isimdir ki, vəz olunub müxatəbi bildirməkdən ötəri, ya mütəkəllimi bildirməkdən ötəri, ya da qayibdə olanı bildirməkdən ötəri. Aydındır, sərfə qayılmış oldu. Təsəvvür ilə sərf keçirir. Əv qayibin, əla mütəkəllimin, əv müxatəbin, əv qayibin təqəddəmə zikruhu ləfsən əv mənən əv hükmən. Bu, axırda dediyim söz, təqəddəmə zikrəhu ləfsən əv mənən əv hükmən, bu aiddir qayibə. Aiddir qayibə. Bax, diqqət elə, deyir ki, liyadullə əla mütəkəllimin əv müxatəbin əv qayibin təqəddəmə zikrəhu ləfsən əv mənən və hükmən. Bu təqəddəmə zikrəhu ləfsən əv mənən və hükmən sözü var ha. Aiddir axırıncıya, qayibə aiddir. Yəni müxatəblə mütəkəllimə aid deyil. Aydındır? Yəni deyir ki, zəmirlər o isimlərdilər ki, vəz olunub ya mütəkəllim üçün, ya müxatəb üçün, ya qayib üçün ki, təqəddəmə zikrəhu. Onun zikri müqəddəm olub qabaqda. Yəni müqəddəm olub onu həmin zəmirin, qayib zəmirinin zikri qabaqda gəlib. Ya ləfsən, ya hökmən, ya da mənən. Məsələn, bax, məsələn deyirəm ki, Bismillah. Məsələn deyirəm ki, Ca'əni Zeydun əbuhu. Əbuhu. Hə? Qayib zəmirdə. Ca'əni Zeydun əbuhu. Fe'l, məf'ul, Zeydun fail, əbuhu onun xəbəri. Hə? Bax, hu qayıdır hara? Zeydə. Bu zəmir qayib. Hu. Onun təqəddəmə zikrəhu. Ləfzən. Zəmirin elə bir ki, özündən qabaq bir dənə zikri gəldi ləfzdə. Göründü. Düzdür? Yəni zəmir bilirsən, ləfzən hara qayıdır. Yəni bilirsən ki, bu buna qayıdır. Hə? İndi bir də deyirsən ki, edilu. Bu oldu ləfzən. Ləfzən. Hə?
Ləfzdən qayıtdı. Gördün, ləfzdə görsən ki, zəmir haradır. Məsələn, bir də var, deyirsən ki, i'dilu huvə əqrabu. Əqrabu littəqva, məsələn. Littəqva. İ'dilu huvə əqrabu littəqva. Ədalətli olun, çünki o nədir? Təqvaya sizi yaxınlaşdıracaq, hə? İndi o hara qayıdır? Huvə hara qayıdır? Ədalətli. Hə? Ədalətli. Ədalətə qayıdır. Hə. Ədalətli oluna qayıtmır ki, ədalətə qayıdır. Ədalət var ləfzdə. Ədalət yoxdur. Var i'dilu. Mənən qayıtdı. Mənən. Elə bil ki, belədir. İ'dilu. Ədalət. Ədl. Bəli, bəli. Ədl. Huvə əqrabu littəqva. Ədalət ləfzdə gəlməyib. Sadəcə ədalətin mədlulu gəlib ləfzdə. Aydın? Deyəcəksən ki, huvə mənən qayıdır nəyə? Ədalətə. Yəni ki, bu deyir ki, zəmir qayib. Özündən qabaq gələr onun zikri ya ləfzən, ya mənən, ya da hökmən. Bu mənən. Hə? Hökmən nədir bəs? Hökmən də məsələn, deyək ki, bir dənə mətləbi danışdı, bir dənə böyük bir mətləbi. İndi gələcəkdə məsələn, üsulda zadda keçəndə, axırda deyir ki, huvə, yəni o, yəni bura qədər danışdığımız hökmlər, filanlar, fəs məkanlar, konkret olaraq, yəni bir şeyin üstünə, mətləbin, ümumi mətləbin üstünə qaytarmaq. Aydındır? Yəni ona da deyərlər hökmən qayıtması. Üstadında da qərinədən bilinəcək. Bəli, qərinə deyəndə ki, sən deyirsən ki, i'dilu huvə. Huvə hara qayıdır? Ədalətli oluna qayıdır. Ədalətli oluna qayıtmır axı. Ədalətə qayıdır. Sən bunu görürsən ki, ədalət sözü ləfzdə yox. Zəmir özündən sonra heç vaxt qayıtmaz. Yox. Həmişə zəmir özündən qabağa qayıdır. Aydındır? Deyir ki, bəli, liyədullə əla mütəkəllimin əv müxatəbin əv qayibin təqəddəmə zikrahu ləfzən əv mənən və hökmən. Deyir, dəlalət eləyər mütəkəllimə və müxatəbə və yaxud da qayibə ki, müqəddəm olar onun zikri ləfzən ya mənən ya hökmən. Aydındır? Və huvə əla qismeyn. Və huvə, yəni ma vudiə liyədullə əla mütəkəllimin əv müxatəbin əv qayibin. Elə bir huvə bura qayıdır. Yəni o şey ki, tərtib olunub, demək mütəkəllim və yaxud da müxatəb və yaxud da qayib üçün əla qisməyni. Həmin zəmirlər 2 dənə qismdir. Aydındır? Muttasilun, birinci qism müttəsil zəmirlərdir. Və huvə ma la yustə'məlu vəhdəhu. Deyir, müttəsil nədir? Müttəsil o şeydir ki, müttəsil o zəmirdir ki, la yustə'məlu vəhdəhu. Heç vaxt təklikdə işlənməz. Yəni, nəyəsə birləşikli olar. Aydın? İmma mərfuun, indi müttəsil zəmir ya mərfudur, nəhvu zərəbtu ila zərəbnə. Zərəbtudan zərəbnəyə qədər. Yəni, zərəbtuda tu, zəmir müttəsildir. Tu hara qayıtdın? Zəmir müttəsildir. Qayıtması ənə, içində ənəsi var. Zəmir müttəsildir. Müttəsildən söhbət gedir. Zəmir müttəsili mərfudur. Yəni, mən vurdum. Fail mənəm də, ona görə mərfu deyəcəksin. Zəmir müttəsili mərfu. Aydındır? Zərəbtudan ila zərəbnə. Əv mənsubun. Ya da ki, zəmir müttəsil mənsubdur. Nəhvu zərəbəni ila zərəbəhunnə. Zərəbənidən zərəbəhunnəyə qədər. Zərəbəni, yəni vurdum məni. Zərəbənin içində bir dənə huvə. Zəmiri qayib. O, qayibdə olan bir kişi. Nun-nunu vüqayə, ye isə nədir? Zəmiri mənsubdur, müttəsildir. Aydındır? Yəni, məni vurdu. Aydındır? Zərəbəhunnə. Vurdu qayibdə olan bir kişi onları. Yəni, cəm qadınları. Hə? Cəm qadınları. Hunnə, yəni o qadınlar deməkdir. Qadınlar zəmiri müttəsili mənsubdur. Aydındır? Yəni feylə birləşikli gəlir, ayrı gəlməz. Aydındır? Əv məcrurun, ya da ki, zəmiri müttəsili məcrur. Hə? Ya, məsələn, zəmiri müttəsil. Bax, diqqət elə bir dənə ayrı deyim. Dedik ki, zəmirlər 2 qismdir. Ya müttəsildir, zəmiri müttəsil özü nəcür olar? Heç bir zaman ayrı gəlməz, həmişə birləşikli gələr. Bu bir. İkincisi, zəmir müttəsil ya mərfu olar, ya mənsub olar, ya da salam, ya da məcrur olar. Hə? Zəmir müttəsil
ya zəmir muttəsil mərfudur, ya zəmir muttəsil mənsubdur, ya zəmir muttəsil məcrurdur. İndi bunların mənasını deyək. Zəmir muttəsil mərfu, yəni faillik zəmiri, zəmir muttəsil mənsub, yəni məf'ulluq zəmiri, zəmir muttəsil məcrur, yəni zərf, zərfə bilirlər. Məsələn,ğulami, mənim oğlum, hə?Ğulami, orada i, yəni y, ya-i mütəkəllim. Yəni o zəmir muttəsil məcrurdur ki, mənə aiddir.Ğulami izafədir.Ğulam muzaf, yey muzafun iləy. Aydındır?Ğulami, yəniğulamun li, mənə məxsus olanğulam. Təxəssüsdür. Bəli, bəli. Ha, bu keçmişdir ya, aydındır. Bir dənə təqdirdə lamı cərf. Av munfəsilun, ya da ki zəmir munfəsildir. Ya zəmir muttəsil olar, ya da zəmir munfəsil olar. Aydındır? Və huvə, zəmir munfəsil nədir? Ma yustəməlu vəhdəhu, ma yustəməlu vəhdə. Və o zəmir munfəsil odur ki, işlənər nə? Tənhalıqda, ayrılıqda. Yəni heç bir şeyə birləşməz. Və huvə eyzən, və o da həmçinin imma mərfuun, əv mənsubun, əv məcrurun. Məsələn, bunu özümdən deyirəm sənə. Orada yazıb ha. Yəni, necə ki, zəmir müttəsil, mərfu var idi, mənsub var idi, məcrur var idi. Zəmir munfəsil də həmçinin ya mərfudur, ya mənsubdur, ya məcrurdur. Aydındır? Deyir ki, və huvə eyzən və zəmir munfəsil də həmçinin imma mərfuun və huvə ənə ilə hunnə. Ənədən hunnəyə gedər. Məsələn, deyirsən ki, zərəb tu ənə. Zəmir munfəsildir. Tu zəmir muttəsil mərfu, ənə zəmir munfəsil mərfu. Məsələn, deyirsən ki, zərəbnə. Zərəbnə. Hunnə. Zərəbnə hunnə. Zərəbnə. Cəm-i müənnəsdir. Zəmir muttəsildir nə? Zərəb nə? Zəmir muttəsildir. Bir dənə zəmir munfəsillə deyilən zəmir mərfundur, deyəsən hunnə. Aydındır? Başa düşdün? Yəni failli zəmir. Ayrılıqda işlənir. Deyir, ənədən hunnəyə qədər. Və imma mənsubun, ya da ki mənsubdur. Nəhvu iyyayə ila iyyahunnə. İyyayədən iyyahunnəyə qədər. Aydındır? Fəzalikə səbuunə zəmirən. Və bunlar da 70 dənə zəmirdir. 70 dənə zəmirdir. Əgər hövsəlin çatsa, oturub bir dənə vərəq qoysun, kağız qoysun qabağa, zəmir ya muttəsil mərfudur, ya zəmir munfəsil mərfudur. Onları bir-bir, zəmir muttəsili bir-bir yazsın. Zəmir munfəsili bir-bir yazsın. Hər feilin özünə dair zəmirlərini yazsın. Zərəbədən tutmuş, ta axıra qədər hər 14 siğənin, yəni şeyləsin. 70 dənə nə eləyir? Zəmir edir. Aydındır? 70 dənə zəmirdir. Və eləm ennəl mərfu'əl muttəsil yəkunə müstətirən əy müstəkinən və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu. İnşallah sabah.